Uşaq. Ben görürəm ki, sizin yanınıza analarımız, bacılarımız gəlir Şuşada yaşayanlar və onların hamısı sizə müraciət edir, imkan daxilində onlara kömək edirsiniz. Bəs burada icra hakimiyyətinin başçısı yoxdurmu burada, rəhbəri yoxdurmu ki, siz bu tək qalmışsınız bu meydanda? Mən bu barədə sizə demək istəmirəm, bizə ona görə ki, hələlik bu sözləri demək olmaz. Vaxt gələcək xalq özü qiymətini verəcək. Çünki hal-hazırda bir söz demək ola bilsin parçalanmasın. Biz Ağdamın vəziyyətinə düşmək istəmirik. Salam. Sizlərdən gəlmişsiniz? Yox, səndən. Köməyə gəlmişsiniz? Nə məqsədiniz? Sürücüsünüz? Köməyə gəlmiş. Köməyə gəlmişsiniz? Şuşa cəmaatına köməyə. Necə qarşıladılar sizi? Laf yaxşı. Yaxşı? Bəli. İndi siz geri qayıtmalısınız, yoxsa buradasınız? Hələ cəmaat... Lazım olsa burada qalarıq, lazım olsa kasıblara aparacaqlar bunlar. Bunlar işgallə gəliblər. Buradan da kasıb. Yardım gətirmişik, lazım qalacaq, qalıb kömək edəcək. Hara göndərəcəklər, oraya gedəcək. Azərbaycan xalqı Bəli. Azərbaycan xalqımızdadır ki, hamı yazmış bir nəfər kimi mərd yansın. Axır qanımıza kimi burada vuruşacaq. Bir qarış torpağımızı verməyəcək qardaş. Nə qədər bizi sağır, erməni bura gələ bilmir. Sizi bu Şuşaya gələn qorxulu yollar qorxutmadı qardaş? Heç bir dəfə də qorxutmadı. Həmişə də gəlirik. Aydın sağ olun. Düzdəri kəndi tutuyor. Gördün nə tər şeylərdir. Qaralıq yağmışdır. Səsi gəldiyini gəl. 2. Yox, öyle düz kənd, ora kəsdir. Ora kəsdir. Ullarımın ulusu, müqəddəslərimin müqəddəsi Şuşam mənim. Sən tarixə bu adla düşmüsən, bu adla yaşayacaqsan. Yağı düşmənlərimiz bugün sənə müqəddəs Qarabağ torpağına göz tikiblər. Lakin onlar yaddan çıxarmamalılar ki, Şuşaya başlı gələn başsız gedib. Bugün də belə olacaq. Bugün də torpağımızı ərənlərimiz, igid qardaşlarımız öz canları, qanları bahasına qoruyurlar. O gün olsun ki, Şuşaya toya, bayrama, şadlığa gələk.
20 saxlasın. Müsahibimiz Şuşa şəhəri üzrə yaradılmış qərargahın rəis müavini Zeynal bəy Məmmədovdur. Zeynal bəy, Şuşa şəhərindən yaşayıb, hal-hazırda Bakıda və Respublikanın müxtəlif rayonlarında olan və yaxud da ki, Moskvada və digər ölkələrdə işləyən ziyarlara nə söz deyər, nə arzulardınız? Mən onu arzulayardım, daha doğrusu onu deyərdim ki, indi hal-hazırda Şuşanın gərgin vəziyyətidir. Bundan pis vəziyyəti mən elə gəlir olmayacaq. Mən onu arzulayardım ki, onlara gəlsinlər cəmaatın içinə. Cəmaat mənəvi stres keçirdir. Cəmaat mənəvi yoxsullaşır. Cəmaata mənəvi qida versinlər. Çünki hal-hazırda cəmaat ən gərgin vəziyyətdədir mənəviyyatı. Demək olar ki, darmadağın dağılır cəmaat. Məsələn, Onları dəvət edərdim hal-hazırda bura. mən çox üzr istəyirəm. Özdə Vaqif dahimizin abidəsi önündə bunu deyirəm ki, bəlkə onlara bu təsir eləyər, üz çöndərələr bu Şuşaya. Bilirsinizmi niyə görə mən bunu deyirəm Zeynal bəy? Vaxtı ilə biz orada Cıdır düzündə olanda orada belə bir yazıya rast gəldik ki, 83-cü il sentyabrın 13-də Nusret Kəsəmənli ilə Sabir İslamxanla burada olublar və xatirə olaraq yazı orada həkk edirlər ki, biz burada olmuşuq. Və 83-cü ildən bugünə qədər Cıdır düzündə bir dənə yaz görmərsən. Yəni ki, ziyarlarımız yaxşı gündə burada olublar, pis gündə, Şuşanın ağır gündə, Qarabağın ağır gündə vaxt bura gəlmirlər. Siz razılaşırsınız mənim fikrimlə? Bəy, mən onu elə demək istəməzdim. Ziyalılar da bizim özümüzün ziyalılarıdır. Nəsə eləyiriksə, biz özümüz yaxşını da biz eləyirik, pisi də. Bir gün ancaq deyərdim ki, mənim səsimə yox, öz vicdanlarının səsinə qulaq asıb buyursunlar, gəlsinlər bura, cəmaatın içində olsunlar. Çünki cəmaat doğrudan pis vəziyyətdədir. Əsasən də mənəvi. Aydındır. Çox sağ olun. Buyurun. Daha təmiz olacaq, daha yaxşı olacaq. Qırat markalı silahlardan atırlar. Beləcə evlərin hamısını yandırır, dəyən kimi. Belə evlər çoxdur Şuşada, saymaq olmaz olar. Həddindən artıq çoxdur. Sabah günlerine derse öyle mi? Yok, saf günler. Sabah gün. Ha, dev, düşmüşken de. O böyle bağlı. Bu da qradla vurulub, Bəli, qradla vurulub.